Azadlıq Radiosu martın 1-dən 14-nədək olan dövr üçün $7,46 milyon alacaq. ABŞ-nin Qlobal Media Agentliyi Konqresin radio üçün təsdiqlədiyi maliyyənin bir hissəsini ödəməyə razılaşıb. Martın 24-də Vaşinqton məhkəməsi Azadlıq Radiosunun agentliyə qarşı iddiasına baxmağa başlayıb. Azadlıq Radiosunun prezidenti Steven Kapus bəyanatında deyib ki, 2 həftəlik maliyyənin dərhal ödənməsi məhkəmədə daha böyük iş üzrə qərar verənəcən radionun işığını sönməyə qoymayacaq. Qanunun tərəfimizdə olmasından əminik. Çünki ABŞ Konstitusiyası Konqresə xəzinə üzərində eksklüziv səlahiyyət tanıyır. Konqresin bu maliyyə ilinin qalanı üçün Azadlıq Radiosuna ayırdığı maliyyənin verilməməsi qanunsuzdur. Azadlıq Radiosu sentyabrın 30-da başa çatacaq büdcə ili üçün Konqresin ona ayırdığı qrant vəsaitlərinin qalan hissəsini də almağa çalışır. Bununla bağlı məhkəmə dinləmələri aprelin ortalarına təyin edilib. USAGM rəsmisi Kari Lake X hesabında yazıb. Prezident Trump mənə bu agentlikləri öz missiyalarına qaytarmağı, onları qanunla tələb olunan minimuma endirməyi, vergi ödəyicilərinin pulundan gimbal sui-istifadə etmələrini dayandırmağı tapşırıb. Saxta xəbərlər, mənasız məhkəmə iddiaları bu məqsədə çatmağımın qarşısını almayacaq. Martın 14-də Prezident Donald Trump 7 federal agentlikdə böyük ixtisarlarla bağlı fərman imzalayıb. Bundan sonra Konqresin Azadlıq Radiosu üçün təsdiqlədiyi maliyyə kəsilib. Avropa İttifaqından bəzi siyasətçilər Azadlıq Radiosunun mümkün dəstəyi müzakirə edirlər.